11 fevralda Mehman Hüseynovla mən əlaqə yaratmaq istədim və Facebook səhifəsində, Sancaq Media səhifəsində ona mesaj göndərdim ki, xahiş elədim ki, o mənə həmin bu xanımın şəxsi həyat videolarını göndərsin, yaxud şəkillərini göndərsin. Həmin günü, yəni çox qısa zamandan sonra Elman Əliyev və Zəki bəy Səlimov həmin materialları mənə atdılar. Və hətta Elman Əliyev mənə 2 video atmışdı və mən onları baxandan sonra mən inanmadım ki, bu doğru videolardır, bu fake videodur. Bu Mehman Hüseynovun ondan gələn, onun vasitəsilə yayılan videolardır. Bu informasiyanı əldə edəndən sonra fevralın 11-də mən Facebook səhifəmdən Mehriban xanım Əliyevanın Facebook səhifəsində, ondan sonra Arzu Əliyevanın Facebook səhifəsində və Leyla xanım Əliyevanın səhifəsində orada mesaj yazdım ki, mənim əldə etdiyim müəyyən materiallar var Alyona xanımın şəxsi həyatından və mən işarə etdim ki, əlaqə saxlamaq istəyirəm onlarla. Ancaq heç bir reaksiya olmadığına görə fevralın 15-də mən görəndə ki, deməli, mənim mesajlarıma cavabı olmadı, qərara gəldim ki, məktub yazım və Heydər Əliyev fonduna, saytına ora girərək, orada müraciət bölməsində məktub yazdım, orada öz e-mailimi qoydum və telefon nömrəmi qoydum. Bu şərtlərimi təzədən təkrar elədim. Mənlə Messenger vasitəsilə onların adamları əlaqə saxlasınlar. Bunu eləməsələr, mən artıq bu informasiyanı, məlumatları bütün dünyaya yayacağam. Deməli, informasiya agentliklərinə, səfirliklərinə, parlamentlərinə və s. Təxminən ayın 18-i mən deməli, Cavid Qurbanovla əlaqə yaratmağa nail oldum. Cavid Qurbanovla biz Telegram Messengeri ilə əlaqə qurduq, orada danışıqlar apardıq. Mən Cavid Qurbanova şərtini səsləndirdim. Dedim ki, mən 10 milyon avro tələb etmək istəyirdim, ancaq deməli, fikrimi dəyişdim və bu iş tez olsun deyə mən 5 milyon avro tələb elədim.